Konfrans Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseydə keçirildi. Tədbirdə şəhər 1, 4, 5, 7 və 8 saylı məktəblərin şagird və müəllim heyəti iştirak edirdi. Konfransı giriş sözü ilə açan məktəbin direktoru Yegan Əsgərova bildirdi ki, kitabın cəmiyyətdə rolu çox böyükdür. Çünki kitab dünya barəsində yığcam yol xəritəsidir. Kitab oxuyan insan daha məntiqli, mənalı düşüncə sahibinə çevrilir. Sonra isə yazıcı publisist Qardaşxan Əzizxanlı çıxış edərək vurğuladı ki, hazırda ailə və təhsil ocaqları öz üzərinə düşən vəzifəni tam yerinə yetirə bilmir. Şəxsiyyət insan yetişdirməkdə ciddi nöqsanlar var. Buna görə də nəsillər boyunca yığılan məlumat və bilik toplusu kitablar bu funksiyanı öz üzərinə götürə bilər. Daha sonra filologiya elmləri doktoru Yədullah Ağazadə kitabın oxucunun hər tərəfli inkişafına məqsədyönlü təsir göstərən vasitə kimi cəmiyyətdə mühüm yer tutduğunu bildirdi. O qeyd etdi ki, kitabın yerinə yetirdiyi müxtəlif funksiyalar kitab və oxucu arasında münasibətlər yaradır, bu münasibətləri inkişaf etdirir, dərinləşdirir. Bütün dünya ölkələrində oxucu ilə kitab arasında müəyyən münasibətlər mövcud olub. Bu münasibətlər qarşılıqlı şəkildə bir-birinin inkişafına müsbət təsir göstərib. Sonda isə mövzu ilə bağlı şagirdlərin fikirləri dinlənildi. Eyüp Məmmədov, Nuranə Tərlan qızı, İmran İqbaloğlu, Lənkəran.